Milli mətbəximizin ən dadlı qəlyanaltısı kətə hazırlayırıq. Biz kətə deyirik, bəzi bölgələrimizdə göy qutabı deyilir. Bəs sizdə necə səslənir, necə ifadə olunur? Bizimlə bölüşə bilərsiniz yorumlarda. İndiki ki, hazırlanma qaydasına qaba duzu, unu, suyu əlavə edirəm. İlıq şəkildə su olmalıdır. İstərsəniz soyuq su ilə də istifadə edə bilərsiniz. Xəmiri yoğururam. Ələ yapışmayan xəmir yoğurulur. Yoğurduqdan sonra 16 ədəd kündə elədim. Kündələrin hər birini eyni ölçüdə edib süfrə üzərinə düzürəm, daha sonra isə üzərini örtürəm. Bu arada isə təxminən 5 dəqiqə gözlədirəm. Həmin müddətdə mən göyərtiləri doğrayıram. Dənilən sevdiyiniz göyərtidən istifadə edə bilərsiniz. Mən kişniş, spanaq, şüyüd, nanə, göy soğandan istifadə etdim. Bunların hər birini doğrayıb qaba əlavə etdim. Doğradıqdan sonra isə üzərinə nar dənələdim. Biz tərəfin olmazsa olmazı mütləq şəkildə kətədə nar olmalıdır. Holland pendiri və ağ pendir, biraz da şor istifadə etdim. 1 ədəd baş soğanı da əlavə edib qarışdırıram bura. Bunları yaxşı-yaxşı qarışdırıram. Qarışdırdıqdan sonra duzuna baxın. Əgər duzu az olsa, duz əlavə edərsiniz. Məndə pendir duzlu idi deyə duz əlavə etmədim. Yuxanı yaymaq üçün ondan istifadə edirəm ki, dəzgaha yapışmasın. Yuxanı yayıram. Nə qalın, nə çox qalın, nə çox nazik yaymaq olmaz. Normal qalınlıqda yayıram və içərisinə içlik əlavə edirəm. Qıraqlarını möhkəmlədirəm. 16 ədəd kündənin hamısını yaydım. Yaydıqdan sonra isə qabı unladım. Bu cür qablara yığıram ki, padnoslara. Mən çöldə ocaqda edəcəm. Hamısını birlikdə aparım. Ocağı qaladım və kərə yağı ilə yağladım. Əslində quyruq yağından istifadə etmək lazımdır. Məndə olmadığı üçün yağla yağladım və hər iki tərəfi bişənə qədər bişirdim. Əgər kanalımda bu video ilə qarşınıza çıxıbsa kanalda bir çox videolar da var. Digər videoları da izləyə bilərsiniz. Kanalı bəyənsəz videoya like, bəyən etməyi unutmayın. Digər videoların davamını görmək istəyirsinizsə kanala abunə olub yaxınlarınızla bölüşməyi unutmayın. Hələlik.